Yenə Bakı yolları, yenə qəza görüntüləri. Bakıda marşrut avtobusunun iştirakı ilə yol qəzası olub. Hadisə Suraxanı rayonu Hövsan qəsəbəsində baş verib və Bakubasa məxsus sərnişin avtobusu Ford Transit markalı yük avtomobili ilə toqquşub. Nəticədə yük maşınındakı meyvələr yola dağılıb və hər iki maşına ciddi şəkildə ziyan dəyib. Bu barədə görüntülər var, təqdim edilir.